Salam, hər vaxtınız xeyir olsun. Əziz tələbələr, bugün sizinlə belə bir maraqlı sualın izahına baxırıq. Sualımız fiqur cədvəlləri bölməsindən bir sualdır. Baxaq ki, sualımızın həll qaydası necədir? İlk öncə baxıram, verilmiş cədvəlin birinci sətrini və birinci sütununu ayırıram. Daha sonra yuxarıda verilmiş fiqurların bucaqlarının cəmini tapsam, 3, 4, 6. Bu eləyəcək 13. Burada isə 5 ilə 3 elədi 8. Baxın, 13-dən 8 çıxdığımız zaman alınır 5. Yəni bunların kəsişmə nöqtəsinə yazılır 5 bucaqla. Daha sonra məsələn burada 13-dür, burada da verilib 4. Biz 13-dən 4 çıxsaq alarıq 9. Baxın, bunların kəsişmə hissəsində verilmiş fiqurların bucaqlarının cəmi 9 edir. İndi isə gəlin baxaq görək sual aşağısının yerində neçə olmalıdır? Baxın, 5, 6, 4. Biz bunları toplayanda 15. İndi 15-dən 4 çıxanda alınır 11. Baxaq ki, cavab variantlarında 11 harda verilir? A variantına baxsam 5, 3, 3. Eləyər 11. Elə doğru cavabımız olar 11, yəni A variantı. Daha indi isə sizə belə bir sual qoyuram bura. Sualımızı həll edirsiniz. Cavabını videonun rəy bölməsindən qeyd edirsiniz. Əgər siz də bu tip sualların gəlməyini istəyirsinizsə, videonu bəyənməyi, dostlarınızla paylaşmağı, kanala abunə olmağı unutmuyorsunuz. Sağ olun, növbəti videolarda görüşənədək.